Herkese salam, mən Səbinə Sultanova, tarix müəllimiyəm. Bugünkü dərsimiz bizim Manna dövləti haqqında olacaq. Bundan əvvəl ödənişsiz tarix sürət qrupunda biz tayfalar haqqında danışmışdıq. Erkən tayfa ittifaqları, dövlət qurumları haqqında. İndi isə Manna dövlətinə haqqında danışacağıq. Demək, bu erkən dövlət qurumları zəifləyir və süqut eləyirlər. Bundan sonra Urmiya hövzəsində xırda vilayətlər yaranır ki, bu hər bir vilayətində öz başçısı var idi, öz şəhər qalası, mərkəzi var idi. Bunların içərisində ən güclüsü Zamua vilayəti idi. Zamua vilayəti Urmiyanın cənubunda yerləşirdi. Əvvəllər Lullubilərin yaşadığı ərazi idi. Vahid və güclü bir dövlət yox idi. Buna görə də düşmən hücumlarına qarşı zəif qalırdı bu ərazi. Eramızdan əvvəl 9-cu əsrdə kənar dövlətlərin bu ərazilərə hücumları güclənir. Əsasən də Aşur və Urartu arasında mübarizə olur bu əraziləri tutmaq üçün və vilayətlər arasında da birləşmə zamanı artıq gəlib çatmışdı. Və bu birləşmədə də Zamua vilayəti mühüm rol oynayır. Eramızdan əvvəl 9-cu əsrdə Manna yaranır. İlk dəfə Manna adını biz eramızdan əvvəl 843-cü ildə buraya yürüş etmiş Aşur hökmdarının kitabəsində görürük və burada o kitabəsində qeyd edilib ki, hökmdar Zamua ərazisində Munna adlı tayfaya rastlayıb. Manna özü şimaldan Araz çayı ilə, cənub-şərqdən Midiya ilə, qərbdən Aşur, şimal-qərbdən Urartu ilə həmsərhəd olmuşdu. Paytaxt şəhər isə İzirtu idi. Dövlət quruluşu haqqında danışsaq, Manna quldar monarxiya dövləti olmuşdu. Ağsaqqallar şurası var idi. İranzu hakimiyyətə gəldikdən sonra hakimiyyət irsi şəkildə keçməyə başlayır. Atadan oğula keçir və beləliklə dövlət monarxiya olur. Monarxiya nə deməkdir? Tək hakimiyyətli deməkdir. Ali hakimiyyət hökmdarın əlində cəmləşib, dövlət idarə etmə forması belədir. Yəni ancaq hökmdarın qeyri-məhdud hakimiyyəti var, yəni. Eramızdan əvvəl 8-ci əsrdə Aşur kitabələrində Manna Kuti ölkəsi, Lullubi ölkəsi kimi ifadələri də mövcud olmuşdu. İranzun dövründə artıq əyalətlər birbaşa mərkəzi hakimiyyətə təyin edilən məmurlar tərəfindən idarə edilirdilər. Bundan əvvəl yəni biraz mərkəzləşdirmə zəif idi, amma İranzu bu mərkəzləşdirməni gücləndirir. Eramızdan əvvəl 9-cu əsrdə yaransa da Manna əvvəllər mərkəzləşmiş deyildi və işğalçılara qarşı müqavimətdə zəif idi. İranzun dövründə eramızdan əvvəl 740-719-cu illərdə, yəni eramızdan əvvəl 8-ci əsrdə hesab eləyin, bu mərkəzləşmə siyasəti aparmağa başlayır, vilayət başçılarını uzaqlaşdırır, hökmdara tabe canişinləri gətirir və beləliklə ölkədə bir sabitlik yaranır. Eyni zamanda xarici siyasətinə baxsaq, İranzu Urartuya qarşı Aşur ilə ittifaq bağlayır. Urartunu məğlub edir və öz torpaqlarını da geri qaytarır. İranzunun bu mərkəzləşdirmə siyasətinə qarşı Mannada üsyan olmuşdu və bu üsyanı yatırmaq üçün İranzu Aşur hökmdarı 2-ci Sarqondan kömək istəmişdi. Və eramızdan əvvəl 718-716-cı illərdə İranzunun yerinə onun oğlu hakimiyyətdə olmuşdu, Aza. Lakin bu baş verən bir üsyanda öldürülmüşdü. Urartunun köməyi ilə hakimiyyətə hökmdar İranzunun digər oğlu Ulusunu gəlmişdi və Aşur ilə ittifaqını pozmuşdu. Buna da qəzəblənən 2-ci Sarqon. Beləliklə 2-ci Sarqon İzirtuya hücuma keçir. Eramızdan əvvəl 716-cı ildə İzirtunu paytaxtı yandırır, talan edir. Azanın qatillərini birini yaxalayıb, öldürür. Daha sonra Ulusunu da ondan əfv diləyir və onu bağışlayır. Yenidən onu hökmdar taxtına otuzdurur və Ulusunu ilə birlikdə bir müqavilə bağlayırlar bunlar. Urartunun ələ keçirdiyi torpaqları müharibədə qalib gəlir. Aşur hökmdarı 2-ci Sarqon o torpaqları alır və yenidən qaytarır Mannaya. Eyni zamanda Sarqonun eramızdan əvvəl 714-cü ildə də bir dənə də yürüşü olur. Bu yürüşdə də bunlar müqavilə bağlayır Urartuya qarşı. Bu müqaviləyə görə Ulusunu orduya ərzaq təmin eləməli idi. 2-ci Sarqon torpaqları qaytaracaqdı. Onun ordusunun yeməyini isə, ərzağını isə
ulusunu təmin etməli idi. Bu baş verən döyüşdə Urartu hökmdarı 1-ci Rusa idi və o məğlub olur. Onun məğlubiyyətindən sonra da Urartu zəifləyir və bir daha Mannanın işlərinə qarışa bilmir. Eramızdan əvvəl 7-ci əsrin birinci yarısında Kimmer, İskit tayfaları Cənubi Qafqaza yürüşlər edirlər. Bunlar döyüşkən bir tayfa olmuşdular. Ta Anadoluda Misirə qədər torpaqları yiyələnmişlər, hücumlar etmişlər, yerləşmişdilər. Hətta Aşurun paytaxtı Nineviyada oxucular tapılmışdı arxeoloqlar tərəfindən. Bu da İskitlərin hətta bura belə hücumlar etdiyini göstərir. Bu dövrdə Manna hökmdarı Ahşeri idi və o İskitlərlə dostluq qurur, hətta ölkəsində yerləşmələrinə kömək edir, icazə verir, öz ordusunu gücləndirir və Aşur ilə ittifaqını pozur, xərac verməyi dayandırır. Hətta Aşurun sərhədlərinə belə hücumlar edir. Aşur mənbələrində sərhəd qalaların Mannalar tərəfindən tutulduğunu belə yazılıb. Ahşeri Midiyaya da Aşur əleyhinə yardım edirdi və Birləşmiş Qüvvələr Aşur əskərlərini Midiyadan belə qovdular. Bu zaman Aşur nə edir? Aşur hökmdarı o zaman Aşurbanipal idi. O hədiyyələrlə İskitlərin bitərəfliyinə nail olur. Onları uzaqlaşdırır. Daha sonra isə eramızdan əvvəl 650-ci ildə Manna ordularını məğlub edir. Mannalıları əsir alır. Bu da Aşurbanipalda 2-ci Sarqonun oxşar cəhəti budur ki, İzzurtu şəhərini dağıdır, qarət edir, bir çox şəhər qalalarını dağıdır. Ahşerinin yeritdiyi siyasətə qarşı Mannada üsyan olur və Ahşer bu üsyanda öldürülür. Ondan sonra hakimiyyətə Ualli gəlir və Ualli də Aşur ilə olan ittifaqını bərpa edir. Eramızdan əvvəl 7-ci əsrin sonunda Midiya və Babil dövlətləri güclənmişlər, onlar birləşirlər. Aşura qarşı müharibə olur və bu müharibədə də Aşur məğlub olur. Manna da bu müharibədə Aşurun tərəfindən döyüşdüyü üçün Midiya Babil Mannaya da hücum edirlər və eramızdan əvvəl 590-cı ildə Manna torpaqları Midiya tərəfindən işğal olunur. İndi isə gəlin biraz Mannanın təsərrüfatından danışaq. Manna həm dağlıq, həm də düzənliyi olan, bol sulu çayları olan, yaylağı, qışlağı olan bir ölkə olmuşdur. Burada əhali həm iri malqara, həm də xırda buynuzlu malqara ilə məşğul olmuşdu. Atçılıq önəmli rol oynamışdı. İkinci Sarqon öz qeydlərinə qeyd etmişdi. Uşkaya və Tarmanisin İlxılar evi olaraq adlandırmışdı, yəni bu əraziləri. Urmiyanın şimal-şərqində atçılıq üçün əlverişli ərazilər olmuşdu. Hətta bac alarkən, bac yəni vergi ya da xərac kimi düşünə bilərsiniz, at verirdilər. Bu o qədər yəni önəmli və dəyərli idi. Eyni zamanda Mannada dəvəçilik də inkişaf etmişdi. Urartu hökmdarı Mannanın dəvələrini aldığını öz qeydlərinə qeyd etmişdi, yəni hücum etdiyi zaman. Buradan görürük ki, dəvəçilik də inkişaf edir. Eyni zamanda əkinçilikdən danışaq. Burada taxıl, arpa, darı yetişdirilib. Həsənində tapılan ambarlarda buğda, arpa, əncir, üzüm qalıqları tapılmışdır. Tarlalarda ağac kötanı, dəmir toxa ilə şumlanmışdı. Taxıl, arpa, dəmir oraqla biçilirdi. 2 və 4 təkərli arabalarla daşınmışdılar. Müharibə və quraqlıqda ambarlara toplanan ərzaqlardan, taxıllardan istifadə olunurdu. Suni suvarma mövcud idi. Belə ki, Urmiya gölünün suyu duzlu olmuşdu. Buna görə də əkinçilik üçün, içməli su üçün yaramırdı. Buna görə də çaylardan arxlar çəkilmişdi. Bəzi arxlar hətta yer altından çəkilirdi və onların uzunluğu 12 kilometrə qədər uzanırdı. Və bu arxların qalıqları da tapılıb arxeoloqlar tərəfindən. Manna mədəniyyətindən danışsaq, Həsənli və Ziviyədə tapılan əşyalar əsasında öyrənilib. Burada şəhər, qala, saray, məbəd qalıqları tapılıb. Eyni zamanda bu tapıntılar ki, mən saydım, onlar Aşur və Urartu mənbələrində də qeydlərdə göstərilib ki, bu ərazilərdə
hansı şəhərlər mövcud olub, hansı saraylar mövcud olub. Həsənlidə məbədin mərkəzində kərpic meydança olub və hesab olunur ki, bu meydança Qurban ayını üçün istifadə olunub. Şəhərin iç qalası, saray məbədi və digər memarlıq abidələri olub. Bəzi şəhər qalalar eyni zamanda hökmdar şəhəri də adlanmışdı. Bu hökmdar şəhərlərində hökmdar, onun yaxın əyanları, vilayət rəisləri yaşayırdılar. Bu ərazilər və Manna ümumiyyətlə mədəniyyət, din, sənətkarlıq mərkəzi olmuşdu. Düşməndən qorumaq üçün burada sədlər tikilmişdi və bu sədlər şəhər ətrafı qalalar, bürclərlə qorunurdu. Eyni zamanda düşmənin hücumunu bildirmək üçün tonqal yandırılırdı. Əhali xəbərdar olsun qoy. Sənətkarlıqdan danışsaq biz burada metal işləmə, ağac işləmə, sümük işləmə, gil, daş, dəmir, mis, gümüş, qızıl və sair materiallardan istifadə olunub. Müxtəlif əşyalar, silah, zireh, dəbilqə, əmək alətləri, eyni zamanda tikintidə istifadə olunub. Məsələn, ağacdan, daşdan. Daha sonra bəzək əşyaları hazırlanıb, gümüşdən, qızıldan, sümükdən və s. Həsənlidə tapılan qızıl cam var və bu cam üzərində qatırlar və öküz qoşulmuş 3 döyüş arabası təsvir olunmuşdur. Bu döyüş arabalarında sürən tanrılar var və bu tanrılar da günəş, ay və tufan tanrısıdır. Onları kahinlər qarşılayıb və öz arxalarında kahinlərin arxasında qurbanlıq qoyunu gətirəndə 2 xidmətçi var. Yəni bu tanrılara qurban adamaq ayini ya da səhnəsi təsvir olunan bir qızıl cam var. Burada təsvir olunan günəş, ay tanrıları Mesopotamiyadakı tanrılarla eyniləşdirilmiş hesab olunur. Daha sonra Ziviyədə tapılan bir qızıl əşyamız var. Burada əşyanın üzərində dirilik ağacı təsvir olunmuşdur. Dirilik ağacı təbiətin ölüb dirilməsi ilə bağlı olan bir inancla bağlıdır. Bu dirilik ağacının ətrafında dağ keçiləri, qanadlı öküz təsvir olunub. Maraqlı metal işləmənin inkişafını göstərir bu əşyalar. Daha sonra Mannada dəfində məzara, qəbrə əşyalar qoyulmuşdu. Kişilərin qəbirlərində silahlar, qadınlarda isə bəzək əşyaları tapılmışdır. Bəzi qəbirlərdə material az idi, bəzi qəbirlərdə isə material daha çox olmuşdur. Bu qədər. Qeydlərinizi götürün, testlərinizi mütləq işləyin. Gələn dərslərimizdə görüşənədək.